Hər vaxtınız xeyir əziz dostlar. Yaxşısınız, ümidvaram. Necəsiz? Yaxşıyıq. Bu təlimlərimiz keçirik neçə vaxtı. Bir xeyri faydası varmı sizə? Bəli. Lap yaxşı. Mən xatırlayım ki, bugün biz qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən maariflərin dəstək al, inteqrasiya ol silsiləli təlimin 7-ci təlimini keçirib. Bugün yenə də biz Konstitusiyada göstərilən əsas insan hüquq və azadlıqlarından danışacağıq. Mən bir məsələni deyim. Bu təlimlərimizin deyilsiz faydası var. Mən bir dənə faydadan danışım ki, keçən təlimlərimizin birində biz bir dənə hüquqdan keçdik, bir hüquq keçdik. Hüquqların birini danışandan sonra sizin işinizdən bir iştirakçı adını çəkməyəcəm. Yaxınlaşdı ki, ay müəllim, bəs siz deyirsiniz ki, belə bir hüquq var. Mənim də belə bir hüququm var. Mənim bu hüququm niyə pozulur? Mən bu hüququmu necə bərpa eləyə bilərəm? Mən də onu soruşdum, aydınlaşdırdım. Gördüm ki, həqiqətən də düz orada hüquq pozuntusu yox idi, amma müəyyən bir məhdudiyyət var idi və biz də o məsələni müzakirə elədik. O məsələ öz həllini tapdı. Yəni o deməkdir ki, siz öz hüquqlarınızı biləndən sonra siz hüquqlarınızı tələb edə bilərsiniz. Və tələb edəndə də sizin hüquqlarınız bərpa olunur. Buna görə hüquqlarınızı bilin və hər yerdə də hüquqlarınızı tələb edin. Yaxşı? Və indi növbəti hüquq və azadlıqlara keçməmişdən qabaq, gəlin xatırlatma edək, biz keçən təlimlərimizdə hansı hüquqlardan danışmışıq? Gəl. Özünü təqdim elə. Salam, mənim adım Gülbənizdir. 12 yaşım var, soyadım Cəfərovadır. Bizim söz və fikir azadlığımız, vicdan azadlığımız, sərbəst toplaşma azadlığımız var. Əla, çox gözəl, əla, super, gedəylər. Gəl, sən gəl. Özünü təqdim elə. Salam, mənim adım Aysudur, 10 yaşım var. Keçdiyimiz təlim vicdan. Vicdan azadlığı. Əla, çox gözəl. Əla, super. Sonra gəl, hüquqşünas, gəl. Gələcəyin vəkili. Salam, mən Hüseyin Quzadə, 10 yaşım var. Biz 6-cı təlimimizdə keçmişdik ki, əsas azadlıq, fikir bildirmə hüququ, məlumat hüququ, vicdan azadlığı hüququ, məlumat almaq hüququ. Əla, çox gözəl, super. Başqa? Gəl. Sən də gələcəyin hüquqşünasısın. Gələcəyin təlimçisisən sən. Salam, mən Fatimə, 15 yaşım var. Biz ötən dərslərdə hər kəsin ana dilində danışma hüququ, şərəf əlaqət hüququ. Şərəf əlaqətin qorunması. Əla, çox gözəl, super, əla. Bu deməkdir ki, siz hüquqlarınızı artıq yadınızda qalır, bilirsiniz və biz də növbəti təlimimizdə, hazırki təlimimizdə Konstitusiyada göstərilən digər hüquqlardan danışacağıq və onların açıqlama verəcəyik. Konstitusiyamızın 56-cı maddəsi seçki hüququ. İndi mən bunu soruşmayacağım, adımla da bəllidir ki, hər kəsin seçkilərdə iştirak eləmək hüququ var. Yəni, prezident seçkiləridir, Milli Məclis seçkiləridir, bələdiyyə seçkiləridir və digər orqanlarda seçkilərdə iştirak edib, istədiyi namizədə səs vermək hüququ var. Yəni, heç kəsə deyə bilməzlər ki, sən get bu adama səs ver. Sərbəstdir. İnsan istədiyi adama, istədiyi namizədə səs verə bilər. O cümlədən də hər kəsin həm seçmə hüququ var, kimisə seçmə, həm də özünün də seçilmə hüququ var. Yəni ki, hər kəs müəyyən qanunda nəzərə tutulmuş şərtlərə cavab verdikdə, məsələn, yetkin yaşa çatandan sonra, müəyyən iş təcrübəsi olandan sonra o da öz namizədliyini verə bilər və o seçkilərdə iştirak edib və seçilmək hüququndan istifadə edə bilər. Yəni, burada hər biriniz seçkilərdə gedib sərbəst şəkildə seçkidə iştirak edib səs verə bilərsiniz və gələcəkdə də öz namizədliyinizi verə bilərsiniz ki, sizi seçsinlər. Bildiniz və bu Konstitusiyanın 56-cı maddəsində göstərilən hüquqdur. 57-ci maddə
müraciət etmə hüququ. İndi bu sual verəcəm ki, bu nə deməkdir? Nə deməkdir müraciət etmə hüququ? Sizin söz və fikir azadlığınız var. Söz azadlığınızdan istifadə edin. Fikrinizi bildirin, sözünüzü deyin. Sizin hüquqlarınızı pozan var? Fikir söz azadlığınızı pozan var sizin? Və niyə istifadə eləmirsiniz? Niyə istifadə eləmirsiniz? Fikriniz var? Müraciət etmə hüququ nə deməkdir? Kimin nə fikri var? Gəl. Yoxdur. Müraciət etmə hüququ o deməkdir ki, hər kəsin, o bayaq keçən dəfə biz danışdıq, qaynar xətti və s. Hər kəsin öz hüquqları pozulduğu halda və yaxud da ki, başqasının hüquqları pozulduğu halda dövlət orqanlarına müraciət eləmə hüququ var ki, onun hüquqları bərpa olur. Gəl bura. Özünü təqdim edəm. Salam, adım Əlidir, soyadım Həsən Əlidir. 19 yaşım var. O demək ki... 19 yaşım var? 19 yaşım var. Bizim istətməz, pozmaq lazımdır. Demagog deyil. Bizdən çox yazan yoxdur. Biz demagoguq yox. Biz yazırıq ki, çünki bizim müraciət etmə hüququmuz var. Biz yazırıq ki, kimlərinsə hüquqları müdafiə üçün yazırıq biz. Biz yazırıq ki, kiminsə hüquqları pozulubdur, o hüquqlar bərpa olunsun. Ona görə də hər kəs, hər yerə, dövlət orqanlarına, prezident aparatına, prezident administrasiyasına, prezidentə, birinci vitse-prezidentə, nazirlərə, dövlət orqanlarına yazılı müraciət yaza bilər ki, indi biz növbəti təlimimizdə o yazının da öyrədəcəm məsələ ki, hansı formadır, necə yazılır, yazı qaydası nətər olmalıdır. Hər kəs müraciət edə bilər və o müraciətində o hadisələr barədə, hüquqlar barəsində yaza bilər ki, ay dövlət orqanı, bax, mənim və yaxud da ki, mənim yaxın qohumumun, filan kəsin belə bir hüququ var, o hüququ pozulur. Və qanun tələb edir, deyir ki, hətta belə müraciətlərdə tənqid də ola bilər, yəni tənqidi yanaşma da ola bilər və heç kəsi bu tənqidə görə kimisə deyə bilməzlər ki, sən burada tənqidi yanaşmısan. Təhqir olmaz, amma tənqid olar. Tənqid nədir? Tənqid odur ki, məsələn, tutaq ki, siz narazılıq bildirirsiniz ki, tutaq ki, bizim evimizin yanında, nə bilim, tutaq ki, zibil vedraları var, həftələrlə zibil maşınlar gəlir, o zibilləri aparmır, o aşır-daşır, üfunətdir, irgəncdir, yəni sıçanlar, milçəklər yığır və siz müraciət edirsiniz və orada tənqid edirsiniz ki, məsələn, bu zibil yığan orqanlar öz vəzifələrinə diqqətlə yanaşmırlar. Buna deyirlər tənqid. Ona görə də hər kəsin 57-ci maddədə müraciət etmə hüququ vardır. Sual var? Anlaşılmayan, nəsə başa düşmədiyiniz bir şey var? Bundan bağlı deyim. Növbəti hüququmuz 58-ci maddədə var. Birləşmə hüququ. Birləşmə hüququ nədir? Birləşmə hüququ odur ki, hər kəs başqalarla birlikdə hansısa bir siyasi partiyalara birləşə bilər, hansısa bir cəmiyyətlərdə iştirak edə bilər, hansısa bir kollektiv formada bir cəmiyyət yarada bilər, hansısa bir siyasi partiya yarada bilər və bu birləşməyə görə kimisə tənqid eləmək olmaz və bununla bağlı kimisə demək olmaz ki, sən bunu niyə eləyirsən? Məsələn, həmkarlar ittifaqları var iş yerlərində. O da bir cəmiyyətdir, orada insanların birləşib. O cəmiyyət çərçivəsində o insanlar nəyə görə birləşirlər? Biri var, sən tutaq ki, öz fikrini tək bildirirsən. Bir də var ki, məsələn, 10 nəfərsiniz siz, 10 nəfəri yığışırsınız, bir cəmiyyət yaradırsınız, ya partiya yaradırsınız və o partiyanın adından öz fikirlərinizi bildirirsiniz ki, biz bundan razıyıq, biz bundan razı deyilik və yaxud da ki, biz istəyirik belə olsun. Buna deyirlər birləşmə hüququ. 59-cu sualınız yoxdur birləşmə hüququna bağlı. 59-cu maddə azad sahibkarlıq hüququ. Yəni bu hüquqlar hamısı qanunda yazılıbdır, konstitusiyada. Və dövlət də bu hüquqları hamısının birbaşa qorunmasına təminatçıdır. Yəni ki, hər kəs bizneslə məşğul ola bilər. Heç kəs deyə bilməz ki, yox, sən biznesə məşğul ola bilməzsən. Yəni sənin
nə bilim, bilin yoxdur, savadın yoxdur, ya pulun yoxdur. Azad sahibkarlıq hüququ o deməkdir ki, yəni tutaq ki, dövlətin özü müəyyən sahələr var ki, o sahələrə deyir ki, məsələn belə deyək də, kənd təsərrüfatı istehsalı, buğda ilə bağlı. Məsələn, içinizdən biriniz fikirləşirsiniz ki, məsələn, mən rayonda yaşayıram. Mənim rayonda yaşayıram, mən bizneslə məşğul olmaq istəyirəm. Mən sahibkarlıqla məşğul olmaq istəyirəm. Mən istəyirəm, mən biznesmen olam. Mən yaxşı sahibkar olam, pulum çox olsun. Amma mənim pulum yoxdur. Mən buğda əkmək istəyirəm. Mənim buğdam yoxdur. Mənim traktorum yoxdur. Mənim torpağım yoxdur. Mən nə etməliyəm? Ona görə də dövlət müraciət edirsən, bayaq ki, müraciət etmək yox. Müraciət edirsən ki, ay dövlət, ay Kənd Təsərrüfatı Nazirliyi, mən sahibkar olmaq istəyirəm, mən biznes qurmaq istəyirəm, xahiş edirəm, mən buğda əkmək istəyirəm, mənə şərait yarat, mənim sahibkarlıq hüququm var. Dövlət də sənə torpaq ayırır, sənə pul ayırır, sənə buğda ayırır və sənə texnika ayırır, traktor ayırır ki, sən əkib becərəsən. Sonra sən onu əkirsən, becərirsən, məhsulun çıxandan sonra dövlət gəlir, onu səndən pulla alır. Yəni, bu o deməkdir ki, dövlət azad sahibkarlıq hüququna dəstək olur ki, hər bir şəxs o sahibkarlıqla məşğul ola bilsin. Amma dövlət hər sahədə köməkli eləmir, bir əsl. Yəni, mən tutaq ki, mağazin açmaq istəyirəm, orada, nə bilim, paltar satmaq istəyirəm, yox. O sahələr ki, o dövlətə lazım olan sahədir, məsələn, buğdadır, əkinçilikdir, baramadır, bunlara, məsələn, dövlət hər zaman lazım olan, buğda hər yerdə lazımdır, paltar satan hər yerdə var, amma buğda əkən azdır. Ona görə də müəyyən sahələr var ki, dövlət həm torpağı ayırır, həm texnik ayırır pulsuz, traktor, kombayn, işçi verir, həm də ki, sənə müəyyən şərait yaradır ki, sən sahibkarlıq fəaliyyətini həyata keçirəsən. Və sahibkarlıq hüququnu çox vaxtı indi olur da bizdə görürsən ki, gəlirlər, yoxlamalar olur, vergidən gəlirlər, oradan gəlirlər, buradan gəlirlər. Çoxlu əvvəllər yoxlamalar çox olurdu. Hər idarədən yoxlamalar gəlir və prezident bir neçə il bundan qabaq qərar qəbul etdi, sərəncam verdi ki, sahibkarlığa maneçilik törətmək olmaz. İndi sahibkarları heç bir orqan yoxlaya bilməz. Bir dənə vergi yoxlaya bilər, bir də ki, prokurorluq, polis prokurorluq. Əvvəllər laboratoriya gəlirdi, sanepidemistansiya gəlirdi, sanitar gəlirdi, nə bilim o gəlirdi. Hansı dövlət orqanı keyfi qalxırdı, gəlirdi, mən yoxlamağa gəlmişim. İndi elə şey yoxdur. Dövlət azad sahibkarlıq hüququnu müdafiə edir. Bununla bağlı suallar. 60-cı maddə. Biz insan hüquq və azadlıqlarını keçdik. Hər kəsin hüquq və azadlıqların məhkəmə təminatı. Bu nə deməkdir? Kim deyə bilər? Həm inzibati, həm məhkəmə təminatı. Bu o deməkdir ki, fikriniz olan var bununla bağlı. Bu o deməkdir ki, tutaq ki, sizin bayaq dediyimiz bir misallarla bağlı hansısa bir hüququnuz pozuldu. Siz bu hüququnuz pozulma ilə bağlı təhsil hüququnuz pozuldu, məsələn üçün. Və yaxud da ki, müraciət etmə hüququnuz, yox, hansısa bir seçki hüququnuz pozuldu, ya azad sahibkarlıq hüququnuz pozuldu. Məsələn, tutaq ki, siz dediyim kimi, hansısa bir sahibkarlıq fəaliyyətlə məşğul olursunuz, olmaq istəyirsiniz. Siz müraciət edirsiniz dövlətə. Dövlət deyir ki, yox, mənim sənə ayrılası torpağım yoxdur, mənim sənə ayrılası buğdam yoxdur, texnikam yoxdur. Atqaz edir də sənə, imtina edir. Və sizin belə olan halda həmin dövlət orqanını, həmin o nazirliyi, həmisi dövlət qurumunu məhkəməyə verib, məhkəmə təminatı ilə öz hüquqlarını bərpa edə bilərsiniz. Yəni, əgər siz müraciət edirsiniz dövlət orqanına, müraciət etmək hüququndan istifadə edirsiniz, inzibati orqan, yəni dövlətə müraciət edirsiniz, dövlət bunu eləmirsə, siz müraciət edirsiniz məhkəməyə və məhkəmə qərar çıxardır ki,
dövlət orqanına sən səhvsən, bunun müraciət etmə hüququ var, sahibkarlıq hüququ var və sən də onun hüququnu pozmusan. Sən ona texnika da ayırmalısan, torpaq da ayırmalısan, bunu da eləməlisən, bunu da eləməlisən, bunu da eləməlisən. Məhkəmə qərarı da hər bir idarə müəssisə üçün məcburidir. Yəni, o deməkdir ki, əgər sizin hüquqlarınız müraciət elədiniz qaynar xəttə, hansı dövlət orqanına, orada sizin hüquqlarınız bərpa olunmadısa, siz 60-cı maddə ilə müraciət edə bilərsiniz, məhkəmə ilə öz hüquqlarınızı bərpa edə bilərsiniz. Sual var bundan bağlı? 61-ci maddə, bu da bunun davamı kimi, hüquqi yardım almaq hüququ. Bax, indi tutaq ki, siz müraciət elədiniz dövlət orqanına, sizə imtina verdilər. Siz də məhkəməyə vermək istəyirsiniz. Məhkəməyə verməkdən ötürü nə etmək lazımdır? Vəkil tapmaq lazımdır, vəkil tutmaq lazımdır. Vəkil də, gedirsən vəkilin yanına, vəkil deyir ki, bunun qiyməti 3.000-dir, 5.000-dir, 10.000-dir. Sizin o boyda pulunuz yoxdur. Sizin o boyda pulunuz olsaydı, gedib belə torpaq alardınız, texnika alardınız, sahibkarlıq edərdiniz. Ona görə dövlət hər kəsə dövlət hesabına pulsuz vəkillə təmin edir. Yəni, o deməkdir ki, əgər sizin maddi vəziyyətiniz aşağıdırsa, maddi vəziyyətiniz çətindirsə və siz bununla bağlı müraciət edirsiniz dövlətə və dövlət sizə vəkil ayırır, pulsuz. Ona görə də o vəkilin pulunu dövlət ödəyir. Dövlət ödəyir və sizə həmin o işlərinizi vəkil vasitəsilə həyata keçirirsiniz. Elə işlər var ki, məsələn, cinayət işlərindən bağlı, kimisə tutdular, həbs elədilər. Dövlət orada səndən soruşmur ki, sənə vəkil lazımdır, yoxsa yox. Dərhal vəkil təyin edir. Elə tutulan andan kimisə tutdular, dərhal həmən dəqiqədə dövlət ona vəkil ayırır, pulsuz. Ona pul ödəmirsiniz. Vəkil başlayır sizi müdafiə eləmək. Bu, o hüquqi almaq hüququ 61-ci maddədə göstərilən hüquqdur. Demək olar ki, sonuna gəlib çatırıq. Bununla bağlı sual olan oldu, sual var. Demək, növbəti 62-ci maddə məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi, bu biraz fərqli məsələdir. Burada yəni sizə heç kəs deyə bilməz ki, filan məhkəməyə get, ya bu məhkəməyə, özünün seçilisi məhkəməni seçmək. Təqsirsizlik prezumpsiyası 63-cü maddədə bu o deməkdir ki, təqsirsizlik prezumpsiyası nədir? O deməkdir ki, insan hadisə törədib, cinayət törədib, adam öldürüb. Məsələn, onu bıçaqla tutublar. Onun üstündə əlində bıçaq var. Bıçağın üstündə əl izləri var. Məsələn üçün. Üstündə ölənin qanı var. Hətta video çəkibdir bu, nətər adamı öldürür və yaxud da ki, hansı bir cinayət törədir. Ona cinayətkar demək olmaz. Onun təqsirsizlik prezumpsiyası var. Yalnız həmən iş üzrə məhkəmə olandan sonra, məhkəmə qərar qəbul eləsə və məhkəmə hökmündə yazsa ki, o bu hadisəni törədibdir və o məhkəmə hökmü qanunu qüvvəyə minəndən sonra onu həmən hadisədə təqsirli bilmək olar. Yəni, nə qədər ki, məhkəmənin qərarı yoxdursa, kimisə təqsirləndirmək olmaz. İndi bizdə çox vaxtı adamı tuturlar, televizora çıxardılar ki, bu filan kəs bu hadisəni törədibdir. Amma bu düzgün deyil. O nə qədər ki, onun həddi sifətini göstərirlər, şəklini çəkirlər, bu qadağandır, olmaz. Nə qədər ki, onun məhkəmə qərarı yoxdur, onun təqsirsizlik prezumpsiyası var. Heç kəs, hətta belə adam cinayət törədəndə, heç kəs ona deyə bilməz ki, sən təqsirlisən, sən günahkarsan. Heç bir polis orqanı, prokuror orqanı deyə bilməz ki, sən təqsirlisən. Ona məhkəmə qərarı verəcək. Ona deyirlər təqsirsizlik prezumpsiyası. Bunu yazmıram, bu hüquqlardan biridir. 64-cü maddə bir cinayətə görə təkrar məhkum etməyə yol verir.